Dövlət Neft Fondunun məlumatına görə 2017-ci ilin yanvarında valyuta hərraclarında 285 milyon ABŞ dolları satılıb. Bildirilir ki, yanvarda 9 valyuta hərracı olub. Hər bir hərracda ortalama 31 milyon dollar satılıb. Sonuncu valyuta hərracı yanvarın 31-də keçirilib. Manatın orta çəkili məzənnəsi 1.92 olub. Dövlət Neft Fondu 2001-ci ildə fəaliyyətə başlayıb. O vaxtdan fonda 120 milyard dollardan çox vəsait daxil olub. Fondda 2016-cı ilin sonunda 35 milyard 8 milyon dollar ehtiyatın qaldığı açıqlanıb. Bakıda keçiriləcək Formula 1 yarışlarına 40-dan çox ölkədən bilet alınıb. Bu barədə trendə Bakı şəhər halqasının marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadari deyib. Stat: tikinti işləri bu aydan başlayacaq. Təbliğat işləri davam edir. Bilet satışı ilə bağlı ilk kampaniya 31 yanvarda sona yetdi. Nəticələrdən razıyıq. Gözləntilərimiz özünü doğrultdu. Dünyanın 40-dan çox ölkəsindən biletlər alınıb. Ən çox maraq göstərənlər Rusiya, Böyük Britaniya, Avropa və Ərəb ölkələridir. Statın sonu. Nigar Arpadari əlavə edib ki, bu dəfə də yarışlarla bağlı konsertlərə dünya ulduzlarının da dəvət olunması gözlənilir. 5 il boyunca Azərbaycanda keçiriləcək Formula 1 yarışına ötən il xərclənən rəsmi vəsait açıqlanmayıb. Gənclər və İdman naziri Azad Rəhimov təkcə onu deyib ki, Avropa Qran Prisi məqsədi ilə nəzərdə tutulan yollarda təmir işləri üçün 12 milyon manat ayrılıb. Bu arada Gənclər və İdman naziri jurnalistlərə açıqlamasında deyib ki, 50 ölkənin təsdiq cavabı alınıb. Qalan 7 ölkə isə gələ bilmir. Bəzilərinin maliyyə problemləri var. Çalışırıq, onlara da kömək edək. Nazir həmin ölkələrin adlarını açıqlamayıb. Həbsdə olan Nida Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanın barəsində olan hökmdən apellyasiya şikayəti verilib. Bu barədə Meydan TV açıqlama verən vəkil Fariz Namazlı deyib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinə fevralın 2-də təqdim edilib. Şikayətdə ona bəraət verilməsi istənilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elgiz Qəhrəman 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gənc fəal avqustun 12-də saxlanılıb və həmin gün barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü küllü miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ilə həbs qəti imkan tədbiri seçilib. Nida Vətəndaş Hərəkatı Elgiz Qəhrəmanın siyasi motivlərlə həbs olunduğunu bəyan edib.